Herkese sabahınız xeyir olsun. Kardeş, bura Salyan rayonu stansiya masası deyilən bir yerdir. Burada 3 ildir, deyək 3 ildir kanalizasiya işi gedir. Kardeş, bitmək bilmir. Yollar bərbad günündədir. Bu şirkəti kim başçılıq edirsə, biraz vicdanınız olsun, biraz kişiliğiniz olsun ki, bu insanların çəkdiyi əziyyəti görəsiniz. Qardaş, şikayət edirsən, icra başçısından çıxıb bir də açıqlama verirlər ki, su kanalizasiya çəkilir. Qardaş, bu 3 ildə bitmədi bu kanalizasiya, bu su işi bitmədi. Qardaş, 21-ci əsrdə cəmaət ayağı uçur. Biz hələ yol tapıb evimizdən qırağa çıxa bilmirik. Bu nə deməkdir? Qardaş, bu insanlara niyə zülüm verirsiniz? Bunlar da sizin millətdəndir, sizin xalqdandır. Bu qədər də olmaz da, bu insanları bu qədər incitmək olmaz. Baxın bir də gələn insanlara, heç bilmir hardan geçsin ki, bu ayağı batmağa bir yana üstü batmasın. Bu qədər də olmaz, ayıbdır, vallahi ayıbdır. Bu insanların haqqının cavabını heç kim görə bilməz. Bu insanların haqqına belə girmək olmaz, ayıbdır. Kişisiz, adamsız, ayıbdır. Bax bir də küçənin gününə. Bildik, gözəl edirsiniz, bizi için edirsiniz, kanalizasiya çəkirsiniz. Ancaq bu qədər də bizə zülüm olmaz da. İndi biz qismət olsa bir 3 ildən sonra kanalizasiyadan istifadə edəcəyik. Ona qədər 3 il biz zülüm çəkməliyik. Qardaş, bu qədər zülüm olmaz da. Bax, buradan insan uşaq məktəbə necə geçsin? Olmaz belə, ayıbdır, vallahi ayıbdır.